Şeyx, həmçinin sualların içində belə bir sual var ki, Peyğəmbərin 6 yaşında evləndiyi doğrudurmu? Daha doğrusu 6 yaşında bir qadınla evləndiyi doğrudurmu? Əgər doğrudursa, bunu bugün etmək normaldırmı? Əgər normaldırsa, bu nə dərəcə doğrudur? Elhamdülillah, bilirsiniz, bu məsələlər urfa bağlıdır, vaxta bağlıdır. Elə məsələn, əməllər var ki, hansısa bir zamanda ona baxırdılar adi, amma hansısa bir zamanda ona pis baxırlar. Biz indiki zamanla o vaxtki zamanını tənqid eləyə bilmərik. O vaxtı əgər tənqid kimi olsaydı, Peyğəmbər sallallahu əleyhi və səlləm düşmənləri var idi. Düşmənləri onlar istifadə eləyərdilər. Özdə evlənmək 9 yaşında olub. 9 yaşında Ayşə radiyallahu anha, bu bir dəfə birinci hadisə deyildi o vaxtı. Yəni hətta indi də bəzi müsəlman ölkələrində məsələn tez alırlar qızları, ərə gedirlər. Hətta əvvəl bir 100 il çox az ya çox keçmişə fikir versək, hətta bu yaxınlaracan. Hətta başqa dinlərdə də bu bir adi bir şey idi. 11-12 yaşdır məsələn. Sadəcə indi biraz qəribə gəlir, ab-hava dəyişib. Fəqət bundan ateistlər, yəni kafirlər, zındıqlar, onlar istifadə edir sadəcə cəmiyyətin savadsız olduğuna görə. Bu cəmiyyətdə məsələn bu saat bu qəribə görsənir, deyirlər, baxın, belə olub, belə olub. Bunlar hamısı cəmaatı, cəmiyyəti Allah savadsızlığından istifadə eləməkdir və salam. Əgər bu eyb olsaydı, onda eyb olardı. Bəli.